Bugün Aliabad qəsəbəsində qəhrəman şəhidimiz Bağır Alaşqarovun 5-ci il dönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah ailələrinə bol sabır versin inşallah. Mən də hər birinizi salamlayıram və Allah Teala'dan şəhidlərimizə rəhmət diləyirəm. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun. Cəmi şəhidlərimizin ruhlarına və məxsusən bugün 5-ci il dönümü olan qəhrəman şəhidimiz Bağırın ruhuna bir salavat etsin eləyək. Cəmi şəhidlərimizin ruhlarına və şəhidimiz Bağır Əsədovun ruhuna inşallah oxuyaq. Rahimallahu men yedra'u lil cemiyan el-Fatiha. Muhammed ve Ali. Allah cemiyan rahmet eylesin. Şəhidlərimizi unutmaq olmaz. Şəhidini unudan, qazisini unudan, tarixini, keçmişini, gələcəyini və özünü unudan. Şəhidinə dəyər verən tədbir iştirakçıları. Bugün Bağır balamızın il dönümüdür. Bağır balamızın timsalında bütün şəhidlərimizin məkanı cənnət, məqamı uca olsun. Allah qazilərimiz var, əsl qazilərimiz var ki, əzalarının bir hissəsini Qarabağda qoyub gəlib. Hələ 5 ildə yataqda olan qazilərimiz var. Allah onların şəfasını versin. Allah o qəhrəman ordunu qorusun. O qəhrəman ordudur. O qəhrəman ordu ki, bizim balalarımız ordumun mənsubları idilər, getdilər vətənimizi, Azərbaycanın bütövlüyünü təmin elədilər. Allah onları qorusun. Bizim daxili düşmənlərdən qoruyanlarımız da var. Hələ daxili düşmənimiz o qədərdir ki, bizim Rusun sevdasında yaşayanlar vardır. Allah polislərimizi qorusun. Her zaman deyirəm, bizim veteranlarımız vardı. Bizim ətrafımızda həqiqətən də o veteranlar hər zaman gəlib sakitdə bizim mənəvi dəstək olurlar bizə. Allah onları da qorusun. Allah iki balalarımızın valideynlərini sevindirsin. Səməd qardaşımın, Xurşud bacımın, Yasəmən bacımın timsalında bütün iki valideynlərin, balalarımızın valideynlərini sevindirsin. Canlıların aman üçün, din üçün, torpaq üçün, vətən üçün canından keçməyə hazırsan. Bu gələcəyin bağırları, kənonları, nihatları. Yat rahat ecidim, torpaq müqəddəs, sənin qanınla boyanda hər səs. Bir millət doğa tək çəkir adını, unutma səscim şəhid qanını. Şəhidsən, şəhidlik əbədilik deməkdir. Vətənə sarılmaqda bir məhəbbət deməkdir. Mən də şəhid olardım, o məndən başlasaydı. Sənə Tanrı deyərdim oğul, Tanrı bağışlasaydı. Sağ ol oğul, salamat qal. Salam deyərsən şəhid qəhrəmanlara, qayalara dırmanıb şuşanı alanlara. Düşmənlər duymasın bu fəryadımı, bilmirəm sevinirmi, ya ağlayırmı? Adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Şirin candan vətən üçün onlar, əlbəttə yaşayacaq belə oğullar. Adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Bakışlarınız akışlar
güller olmuş baştaşlarınız, namusun gayreti taşır şehitler. Bütün şehitlerimizin ruhu için El Fatiha. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət məqamları uca olsun inşallah. Tanrım uca tutub şəhid xətrini, onlara veribdir cənnət ətrini. Bu şeylədib yazdığım şeir sətrini, sənə bir vətən oğlu məzarın başında söylədi şəhid. Şəhidlər içində adını gəzər, oğlunu arzular, şəhid anası. Şəhidimizin övladları Əsədin və Tunarın qarşısında baş əyirəm. Və bizim qələbəmizin əsas amillərindən biri dünya tarixinə nəzər salanda görürük ki, Azərbaycan kimi qələbə qazanan ikinci bir dövlət oldu. Mən öz növbəmdə deyərdim ki, Əsəd əmi, sizin qarşınızda mən baş əyirəm. Ələviyyə bacı, sizin qarşınızda mən baş əyirəm ki, siz belə bir övladın Bağır qardaşımız Səngərdə gözün yumdu, cənnətdə gözün açdı və bütün şəhidlərimizi ilahi rəhmətlə anırıq, xatırlayırıq. Tədbirimizin sonudur. Mən istərdim ki, elə tədbirimizin sonunda da şəhidlərimizin ruhuna bir dua oxuyaq. Cəmiyyən rahimallah, mən yəqra'ul əl-Fatiha. Allah rəhmət eləsin, şəhidlərimizin ruhları şad olsun.